Salam dostlar, xoş gördüyünüzü. Söz analizi rubrikasında bugün də Füzulinin bir beyti haqqında danışmaq istəyirəm. Bu hansı beytdir? Nədən badi səba mənə o sərvi güllükdən xəbər verməz, açılmaz qönçəyi bəxtim, ümidim nəxilbər verməz. Füzuli niyə bu qədər pesimistdir? Gəlin bunun cavabını onun başqa bir beytində axtaraq. Səba köyündə dildarın nədir üftadələr halı, bizim yerdən gəlirsən bir xəbər ver aşinalərdən. Göründüyü kimi Füzuli Tanrının huzurunu bizim yerlər adlandırır, oradakı insanları da aşinalar adlandırır. Deməli, demək istəyir ki, mənim yolum da oradır, mənim niyyətim də oradır. Amma bilmək istəyirəm ki, orada vəziyyət necədir? Bu kitablarda yazılan kimi varmı? Yəni, belə bir şair nadincliyi eləyir və Səba yelindən bunu soruşur. Ancaq bu sual da təsadüfi deyil. Şiə inancında belə bir məsələ var ki, yaz vaxtı, əbri Nisan, aprel yağışı yağan vaxtı xüsusi gözəl bir qoxu gəlir və həmin qoxu Mehdi Əzzamanın yanından gəlir. Yəni ondan gəlir. Onun xəbərçisidir, təcəllalarından biridir. Belə bir inancı var və imanı kamil insanlar, yəni o mərtəbəyə layiq insanlar xüsusi bir namaz qılıb, deməli, sahib Əzzamanla telepatik bağa girib əlaqə qura bilirlər. Füzuli də demək istəyir ki, niyə axı mən bunu bacarmıram? Niyə axı Badi Səba məndən danışmır? Niyə aşinalar yurdu haqqında mənə heç nə demir? Sanki bu söhbətə 100 illər sonra Aşıq Ələsgər cavab verir. Deyir ki, Səba dost sülfüne şanə çəkəndə yayılar gərdənə ha bular. Bu ətirdir. Hər kim ki sidqinə dilək diləsə, əlbəttə mətləbin ha bular. Yəni demək istəyir ki, bizim arzularımızın, istəklərimizə deməli çatmamaqda səbəb onların çətinliyi deyil. Bizim bu arzu və istəklərə nə qədər sədaqətlə bağlanmağımızdadır. Və bu doğrudan da belədir. İstər axirət üçün olsun, istər bu dünya üçün olsun. Biz hansı bir ideyaya, hansı bir arzuya, hansı bir istəyə sidq-ürəklə yanaşırıqsa, onu mütləq həyata keçiririk. Bax, məsələn, 30 ildə nəhayət biz Qarabağı sidq-ürəklə istədik və gedib aldıq. Azərbaycanda da bütün problemlərin həllini sidq-ürəklə istəsək, əmin olun ki, ona nail olacağıq. Bu, irfan kontekstində bu cürdür. Yəni, imanın kamildirsə, Tanrıya sədaqətlə bağlanmışsansa, sənin yerini doğrudan da deməli, Tanrının huzurudur və aşinaların yanıdır. Mən bəzən bundan danışanda bəzi dostlar məni xurafatda günahlandırır, qətiyyən belə deyil. Hər bir şairin, sənətkarın hansı ölkədə yaşamağından asılı olmayaraq bir inanclar sistemi, bir ideyalar sistemi, bir milli mədəni mühiti var. Və həmin şairi başa düşmək üçün bu kodlardan mütləq istifadə etmək lazımdır. Onun hansı mədəniyyət üzərində dayandığını mütləq nəzərə almalısan. Göndərmələri hara eləyir, kimlərlə mətnlər arası əlaqəyə girir, kimlərlə söhbət eləyir, gizli söhbətlər eləyir, diyaloqlar qurur, bunları mütləq bilməlisən. Yəni, mənim günahım nədir ki, bunlar məsələni imamət sistemi ilə qururlar, əli və övladları üzərində qururlar və özdə irfanda yadda saxlamaq lazımdır ki, istər əlinin, istər onun övladlarının hər hansı bir kodu, o real tarixi qəhrəmandan çox bir işarədir, bir simvoldur. Yəni, bunun İslama çox da dəxli yoxdur, yəni din mənasında, yəni dinə, şəriətə çox da dəxli yoxdur. Ona görə də bunu xurafatla qiymətləndirmək doğru deyil. Yəni, Ələsgərin özünü, məsələn, özünün dediyinə, özünün verdiyi dayaqlara fikir verin. Yəni, eynən Füzuli kimi onun da şeirlərində özü-özünə açar qoyur, özü-özünü təsdiqləyir, özü-öz sözünə başqa bir yerdə dayaq verir və oxucunu inandırır. Mən məsələn tərəddüd eləmişdim ki, bu ətir söhbəti, Səba söhbəti doğrudan mı Mehdi Əzzamanla bağlıdır? Sonra öz şeirində bunun təsdiqini gördüm, indi sizə deyəcəm. Ələsgər, əlini üzmə damandan, istə mətləbini sahib zamandan. Fikir verin, hər kim ki sidqinə dilək diləsə, əlbəttə mətləbin ha bular. Mətləb üçün sədaqət arzuluyur, o mətləbi bulmaq üçün, mətləbi tapmaq üçün, mətləbə qovuşmaq üçün. Və burada həmin mətləbin nə olduğunu açır. Ələsgər əlini üzmə damandan, istə mətləbini sahib zamandan. Yəni, bunlar tanrılaşmış simvollardır, Tanrının özünün simvollarıdır, tarixi şəxsiyyət olmalarından çox. Eyni şeyi Füzulidə də görmək olur. Göylərə açılmasın əllər ki damanındadır, çəkmə damən, naz edib üftadələrdən vəhm qıl. Görürsən, başqa yuxarıdakı şeirdə, yuxarıda dediyim beytdə də deyir ki, nədir üftadələr hali? Burada həmin sözü yenə işlədir. Çəkmə damən, naz edib üftadələrdən vəhm qıl, göylərə açılmasın əllər ki damanındadır. Deyir, Badi Səba ilə mənə niyə xəbər vermirsən? Ətəyi mənim əlimdən niyə üzürsən? Bundan qorx, yəni düşkünlərin, bədbəxtlərin ah naləsi ağır olur.
Təsəvvür eləyin və burada da bidət görə bilərlər ki, bu Mehdi Azzamanın ətəyini deyir, göylərə əlini açma Mehdi Azzamanın ətəyindən yapış. Burada yəni İslam məntiqi ilə, şəriət məntiqi ilə Füzulini edam eləmək lazımdır ki, bu tanrıya şərik qoşur. O tanrıya şərik qoşmur. Yəni irfanda bunlar hamısı simvollardır, məcazlardır. Bunu yəni xurafatla, bidətçiliklə birləşdirmək doğru deyil və bu kontekstdə Ələsgər Görünə deyir. Deyir ki, həmin şeirin davamı olaraq deyir ki, sərrafın dəstində nə danə dedim, könül can quşuna nə danə dedim, dərdimi dil bilməz nadana dedim, anlamaz başını, ha bunlar. Yəni bütün dövrlərdə bu dərin mətləbləri anlamayıb başını bulayan insanlar olub ki, bu nə danışır? Yəni eyni zamanda da mənə də belə münasibət göstərənlər var, amma mən xahiş edərdim ki, arzulayardım ki, bildiklərimi, yəni bölüşdüksə, bilməyənlər buradan öyrənməyə çalışsın. Bilənlərsə daha maraqlı izahatlar, daha maraqlı yozumlarla bizim qəlbimizi sevindirsin. Bir daha təşəkkürlər, hamınıza bir daha uğurlar diləyirəm. Sağ olun.